Müəllimlər, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Demək, bugünkü kimya fənni üzrə düşən müsahibə suallarının izahını vermək istəyirəm. Birinci özünü təqdim etmə düşübdür. Bu asan bir şeydir, yəni öz-özü təqdim edəsiniz. Yalnız öz-özü haqqında məlumatlar qeyd eləməlisiniz. İkincidə konstruktiv rəy nədir? Konstruktiv rəy nə deməkdir? Şagirdə konstruktiv rəy verməlidir. Şagirdin müsbət, yəni elədiyi məqamları, sonra mənfi, çatışmayan tərəflərini deyib istiqamət vermək lazımdır. Konstruktiv rəy verərkən həssas yanaşmaq lazımdır. Vaxtında rəy vermək lazımdır. Şagirdə destruktiv rəy vermək olmaz, qırıcı üz-üzə rəy vermək olmaz. Məsəl üçün destruktiv rəy nümunə deyək ki, sən keçən dəfədə dərsi yaxşı bilmirdin, bu səfər də heç nə öyrənməmisən. Keçmişə yönəlik rəy, nə bilim, səndən oxuyan olmaz, səndən adam olmaz. Bu kimi cümlələr şagirdə qırıcı rəyin verilməsidir ki, bunu da vermək olmaz. Şagirdə konstruktiv rəy vermək lazımdır. Dediyim kimi, müsbət məqamları mütləq onun etdiyi fəaliyyətdə müsbət məqamlar olacaqdır. Müsbətini, sonra da mənfi, çatışmayan tərəflərini deyib istiqamət vermək lazımdır. Məsəl üçün, konstruktiv rəyə nümunə göstərək. Verdiyim deməli, yazını sonacan yazmısan, bu yaxşı davranışdır. Bunu yüksək dəyərləndirirəm. Neynədim? Müsbətini qeyd elədim. Ancaq orfoqrafiyada səhvlərə yol vermisən. Orfoqrafiya yazı qaydalarıdır, yəni yazıda səhvə yol vermək deməkdir. Nəyi dedim? Artıq çatışmayan mənfisini dedim. Orfoqrafiyada səhvlərə yol vermisən. Orfoqrafiya lüğətindən istifadə edərək yazını yenidən yaz. Artıq istiqamət də verirəm ki, nədən istifadə edə və səhvlərini düzəlt. Bu da olur konstruktiv rəyin verilməsi. Şagirdə konstruktiv rəy verərkən diqqət etmək lazımdır ki, həm onun müsbətini vurğulayasan, həm də çatışmayan tərəflərini, həm də istiqamət verərkən nədən istifadə edib səhvlərini düzəldəcəyini aydın şəkildə bildirmək lazımdır. Üçüncü suala baxırıq. Üçüncü sualda deyir ki, təlim nəticəsi nədir? Təlim nəticəsi mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Yəni, şagirdlərin əldə edəcəkləri bilik bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. Təlim nəticəsi bizim dərsimizin məqsədi adlandırmaq olar. Təlim nəticəsi şagirdlərə dərsin əvvəlində elan olunmalıdır. Biz dərsin təlim nəticəsini, təlim məqsədini alt standartdan çıxardırıq. Təlim nəticəsinə əsasən qiymətləndirmə meyarını müəyyənləşdiririk və təlim nəticəsinə əsasən də iş üsullarının, iş formalarını müəyyənləşdirmiş oluruq. Dördüncüdə deyir ki, valideyn israrla övladına qiymət yazılmasını istəsə nə edərsiniz? Əlbəttə ki, biz tədris ilinin əvvəlində şagirdlərə izah edirik ki, həm valideynlərə, həm də şagirdlərə artıq qiymət rəqəmlə deyil, meyarlar üzrə qiymətləndirmədən istifadə olunur. Meyarlar da 4 səviyyədə olur və bunu da bu haqqda məlumatlar biz şagirdlərə də, valideynlərə tədris ilinin əvvəlində qeyd etdiyimizə görə düşünürük ki, bu halla qarşılaşmarıq. Yox, əgər valideyn həmin iclasda iştirak eləməyibsə, bu haqda məlumat yoxsa, yenə israr edərsə, biz onlara qaydalara xatırladırıq ki, artıq biz şagirdləri rəqəmlə deyil, şagirdləri meyarlar üzrə qiymətləndirmə aparırıq. Qiymətləndirmə meyarına əsasən də şagird nəyi düz, nəyi səhv etdiyini bilmiş olur. Həmçinin meyar əsasında şagirdə konstruktiv rəy vermiş oluruq. 5-cidə deyir ki, şagirdlərə verilən smayliklər təlim nəticəsi hesab edilirmi? Biz şagirdlərə təlim nəticəsi dərsimizin məqsədidir. Yəni, dərsin məqsədi smaylikdən heç bir anlayışı yoxdur. Smaylikləri biz şagirdin o, məsəl üçün, gülən smaylik, nə bilim, ürək smayliki, həmin smaylikləri şagirdlərin etdikləri fəaliyyətə əsasən veririk və bu da onların həvəsləndirilməsinə gətirib çıxarır. Biz qiymətləndirmə meyarlarına əsasən şagirdləri qiymətləndirərkən onlara smayliklər verə bilərik. Amma təlim nəticəsinin dərsin əvvəlində biz dərsimizin məqsədini elan edərkən smaylikin verilməsinin heç bir adiyyatı, heç bir mahiyyəti yoxdur. Məsəl üçün, dərsimizin əvvəldir. Biz mövzudan da verilib alt standart, mövzu və alt standart bizə dövlət tərəfindən verilir. Alt standart əsasən təlim nəticəsi çıxardırıq və təlim nəticəsində şagirdlərə dərsin əvvəlində elan edirik. Dərsin əvvəlində elan edirik və şagirdlərə bu anda smaylikin verilməsinin bir mahiyyəti yoxdur. Yəni, nə üçün smaylik verdik? Smaylik nəyisə işi, yəni yaxşı gördüyü bir fəaliyyətə görə, yaxşı davranışa, yaxşı fəaliyyət göstərdiyinə görə smaylik verə bilərik. Bu, onun həvəsini artırır və onun deməli, daha da gələn dəfədə həmin işi təkrar etməsinə şərait yaradır. Həmçinin də düzdür, təlim nəticəsini bəzən deyirik ki, alt standartın özündə təkmilləşmiş kurikulumlarda təlim nəticəsi kimi götürmək olar. Bu ayrı bir məsələ. Amma smayliki biz şagirdin fəaliyyətinə uyğun verib, bu da qiymətləndirmə meyarına əsasən şagirdi qiymətləndirərkən fəaliyyətinə uyğun, onu həvəsləndirmək üçün smaylikin verilməsidir. Yəni, təlim nəticəsinə əsasən biz smayliklər vermirik şagirdlərə. 6-cıda bir mövzu götür, yəni öz fənninizə uyğun, hərə öz fənninə uyğun bir mövzudur ki, çəkməlidir. Həmin mövzuya uyğun konstruktiv rəy ver.
yuxarıda da konstruktiv rəyin verilməsi necə həyata keçirilir izah etdiyim. Siz istənilən bir mövzunu götürə bilərsiniz. Bunu əgər orada həyəcanlanmamaq üçün əvvəlcədən də götürə bilərsiniz. Mən öz müdavimlərimə izah eləmişdim və öyrətmişdim ki, hər an bu suallara hazır olun. Məsəl üçün, deyəcək ki, bir mövzu adıdır, siz orada səsləndirəsiniz. Deyəcək ki, buna uyğun siz neynəyin? Konstruktiv rəy verin və yaxud da inteqrasiya edin həmin mövzunu. Ona uyğun resurs müəyyən edin, ona uyğun iş üsulu, iş forması müəyyənləşdirin. Yəni icmaldakı mövzulardan da, yəni göndərilən o 5 mövzu var ha, həmin mövzulardan olmayan da ola bilər, olan da ola bilər. Yəni məsləhətim budur ki, siz belə suallara hazır olun, açıq tipli suallara. Konstruktiv rəydə bilirik ki, müsbət, mənfi deyib istiqamət vermək lazımdır. Həmçinin də elə bir mövzu seçin ki, o sizə rahat olsun. Belə avtomatik suallara da hazır olun. İcmallara da baxmayıblar, yəni bu o demək deyil ki, növbəti müsahibə mərhələsində baxılmayacaq, amma biz hər tərəflə hazır gedək ki, heç bir səhvlər bizdə tutulmasın. Siz də həm müsahibə, həm MİQ, həm sertifikasiyada, həm kurikulum, həm də texnologiya fənni üzrə uğur əldə etmək istəyirsinizsə 050 889 81 75 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər birinizin fəaliyyətində uğurlar arzu edirəm. Yüksək nailiyyətlər sizin olsun.